Deməli, gəldin, yedin, içdin, nə etmək lazımdır? Mütləq hamama getmək lazımdır. Bizdə ərazidə, Bakı bağlarında hamam fəaliyyət göstərir, yeri göstərir sizə. Bura bütöv isti pollardır, narahat olmaq lazım deyil, daim isti olur. Əvvəlcədən xəbərdarlıq edirsiniz ki, biz hamam istəyirik, hamamı sizin üçün isti edirlər. Burada bumbuz su olur, bilirsiniz ki, bu şok baseyindir, isti parnoydan çıxıb bura tullanmaq üçün. Burada isti daşımız var belə. Lazım olsa kisəçi xidmətimiz də var, ondan da yaralana bilərsiniz. Əvvəlcədən deyirsiniz, kisəçini çağırırıq. Burada 8 nəfərlik masa var. Burada lazım olan bütün qab, qaşıq, stəkan, hər bir şeyiniz var. Peçiniz, soyuducu, səs gücləndirici var. Wi-Fi var. İnternet və səs gücləndirmimiz var. İstədiyiniz zaman telefonla qoşulursunuz və ya televizora qoşulursunuz, karaoke-nizi qoyursunuz. Hamamda nə etmək lazımdır? Oxumaq lazımdır. Burada parnoyumuzdur. Burada rahat 6-8 nəfər dincələ bilir. Burada duşuvoy otağıdır, banyosu. Burada soyunma, geyinmə yerləri var. Burada şkaflarınız var, soyunma, geyinmə var. Fitə, dəsmal daim olur. Sabun, şampun,